Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Möhtərəm müsəlmanlar, biz Allah Subhanahu izniyle 4 qayda kitabının şərhi dərslərimizə davam edirik. Biz en son qalmışdıq 2-ci qaydada ki, Şeyxülislam Muhammed Təmimi 2-ci qaydada buyururdu ki, yəni onlar ibadət edirlər Allahdan qeyrisinə, onları daha çox Allaha yaxınlaşdırsınlar deyə, yəni şəfaət istəyirdilər. Və şəfaət haqqında ayələri də dedi. Bu gün isə biz götürəcəyik şəfaətin mənasını, həmçinin şəfaətin növlərini. Şərh edən Şeyximiz Xalid Raddad, Allah ona rəhmət eləsin, buyurur ki, şəfaə fi lüğə minəş-şəf'i. Şəfaət sözü lüğətdə cüd sözündəndir. Qali İbn Faris, Allah ona rəhmət eləsin, buyurur ki, bu 3 hərfin birləşməsindən əmələ gəlib. Şin, fə, ayn. Əslus sahih yədullu alə muqarinəti şeyin. Yəni bu da bir şeyi ikiləşdirmək mənasındadır. Ona görə deyilir ki, əş-şəf'u xilaful vitr. Şəf sözü vitrin əksidir. Vitr tək deməkdir, şəf isə cüd deməkdir. Təqul, ərəblər deyirlər ki, kənə fərdən şəfətuhu. Deyir ki, bir şey tək idi, mən onu cüdləşdirdim. Həmçinin İbn Əttirin sözündə gətirir ki, şəfaət cüd sözündən götürülmüşdür. Və tərifuha şər'an huvə, şəriyyətdə isə nə demək şəfaət? Sualu şəfi'il xayra lil qeyrihi. Şəfaət edənin başqası üçün xeyir istəməsi. Şəfaət edənin başqası üçün xeyir istəməsidir. Veya tavassutu şəfi li qeyri yeclubu nəf' av dəf'd dar av rıf'a. Yəni şəfaət edənin vasitəçilik eləməsi, xeyrin gəlməsi, şərrin aradan qaldırılması və yaxud da dərəcənin yüksəlməsi. Və hiyə sualu fi təcavüz an zunub və cəraim. Və yaxud da başqa deyimlə desək, o, yəni şəfaət başqasından günahın və yaxud da qaldırılmasını istəməkdir. Başqasından günahın qaldırılmasını istəməkdir, günahından keçirilməsini istəməkdir. Qavli şəfaətü şəfaətən. Şəfaət iki cürdür. Şəfaətül mənfiyyə, inkar olunan şəfaət, yəni qəbul olunmayan şəfaət, şəfaətül müthbətə və isbat olunan şəfaət. Yəni burada nə çıxır ortalığa? Şəfaət iki cürdür. Birinci şəfaət odur ki, inkar olunan şəfaət. Hiyyəlləti ləm tətəvafir fiyhə tilkə şurud. Şərtlər olmayan şəfaət tamamilə qəbul olunmur. Gələcək onun dəllidir. Və hiyə ikinci isə o şəfaətdir ki, o şərtlərinlə icazəlidir. İsbat olunan şəfaət şərtləri var. Və şəfaətul müthbətə ləhə şərtan dəxilən müəllif rəhməhullah və humə. Yəni müəllif, Allah ona rəhmət eləsin, ispat olunan şəfaəti iki şərtini açıqlayır. Birinci, iznilləhli şəfi' Allahın şəfaət edənə icazə verməsi. Necə ki, Uca Allah buyurur, Bəqərə surəsi 255-ci ayədə, yəni ayət-i kürsüdə, mən zəlləzi yeşfə'u indəhu illə bi izni. Onun izni olmadan kim onun yanında şəfaət edə bilər? Yəni Allahın izni olması birinci şərt. İkinci, rıda'ul al-məşfu'u ləhu. Allahın şəfaət olunandan razı olması. Qalə Teala, Allah Subhanahu taala buyurur ki, və lə yeşfə'unə illə limən yərtada. Onlar yalnız Allah Subhanahu taala'nın razı olduğu kimsələrə şəfaət edə bilərlər. Və lə yarda Allah Teala illə an əhli təvhid. Və Allah da yalnız tövhid əhlindən razıdır. Qali İbn Qeym rahmehullah, İbn Qeym Allahın rəhmət eləsin buyurur ki, yəni bunu 3 əsas üzərində qurulub. La şəfaətə illə bi iznihi. Birinci, onun izni olmadan şəfaət yoxdur. İkinci, Allah Subhanahu taala razı olmalıdır sözündən və əməlindən. Üçüncü, Allah razıdır yalnız tövhid əhlinin və Peyğəmbərin yoluna tabi olanların söz və əməlindən. Bəzi uləmə yazırdı şərtin, əxərin və humə. Yəni bəziləri iki şərtdə əlavə ediblər. Deyirlər, qudratı şəfi alə şəfaə. Şəfaət edənin qadir olması şəfaətə. Kəmə qalə Teala fi haqqil şəfi ləzi yətlubu min. Yəni necə ki, Allah Subhanahu taala şəfaət tələb olunan haqqında buyurur ki, və lə yəmlikullədini yəd'unə min dunihi şəfaə illə mən şəhidə bil haqq və hum ya'ləmun. Yəni onların Allahdan qeyri çağırdıqları, şəfaət üçün çağırdıqları heç bir şeyə şahid deyirlər, sahib deyirlər. Yalnız haqqa şahidlik edənlər istisnadır. Bildikləri halda haqqa şahidlik edənlər istisnadır. Fə'almə ənə tələbəhə minəl əmvat tələbəl mimmən lə yəmlükəhə. Və bu ayədən ortaya çıxır ki, yəni ölülərdən şəfaət istəmək, yəni mümkün olmayan tələbə daxildir. Yəni mümkün olmayan bir şey istəyirsən, əgər ölülərdən şəfaət istəyirsən. Bu da şirkin növlərindəndir. Dördüncü, İslamul məşru'u ləhu. Yəni şəfaət olunanın müsəlman olması. Qalə Teala, Uca Allah buyurur,
مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِعٍ يُطَاعٍ. Yani zalimlerin ne bir kömekçi ne de bir itaat olunan şefaatçisi olar. وَالْمُرَادِ بِالظَّالِمِينَ هُنَا الْكَافِرُونَ. Yani burada zalimlerden qəsd olunan kafirlerdir. Ve kafirlerden de istisna bir tane Ebu Talib'di. Bir tane Ebu Talib'di. Ebu Talib istisnadır. Yani ona şefaat olacak. Kafirlerden bir tane istisna olur. Ve hazal şartan ahirayn fi hakika yedhulani fi şartel evveleyn. Bazı alimler bu axırıncı 3-4 şərti qoyublar. Elə bu 3-4 şərt əvvəlki 2 şərtə daxildir. Fələ yəqdur aleyhim şəfə illə mən əzinəllahu ləhu və lə yüşvə illə lil-muslim. Və Allah subhanət hala bir şəfayətə icazə verməlidir və həmçinin şəfayət olunan insan müsəlman olmalıdır. Və nəsfi əmri şəfə alə tələsit əsnaf. Yəni şəfayət məsələsində insanlar 3 qismə bölünürlər. Birinci, onun isbatında həddən aşanlar. Yahudilər, Nəsranilər, müşriklər, həddaşmış sufilər, qəbirpərəst, qəbir ibadətçilər və s. Həysu cəalı şəfaatı men yu'zimunehu indallahi yevmel qiyamah ka şefaati fid dunya. Həysu itaqadu enne haulâ muazzimun yeşfe'un istiqlalen. Yəni onlar Nəsranilər, müşriklər, bəzi sufilər və qəbir ibadət edənlər onlar etiqad edirlər ki, şəfaət edənlər müstəqil olaraq şəfaət edirlər. Bu şəfaətdə həddə aşanlardır. Yəni isbatı məsələsində həddə aşanlardır. Necə ki, məsələn, dünyada kim ki kimə şəfaət edir, aracılıq eləyirsə, düşünürlər ki, elə axirətdə də müstəqil olaraq kimsə kiməsə şəfaət edə bilər. Yəni onlar birbaşa peyğəmbərdən və ya salih insanlardan, peyğəmbərlərdən şəfaət istəyə bilərlər. Sınıfın ən qara şəfaət. İkinci sinif şəfaət inkar edənlərdir. Onlar da Mötəzilə və Xavariclərdir. Onların da inkar etməyin səbəbi nədir? Böyük günahlara görə kafir görməkləri. Onlar böyük günahlara görə kafir görürlər. Böyük günahlara görə kafir görürlər və məsələn bir insan oğurluq eləyibsə, zinə eləyibsə, riba yiyibsə, deyirlər o insan kafirdir. Ona şəfaətin heç bir faydası yoxdur. Çünki onlara görə həmin insan əbədi cəhənnəmdədir. Üçüncü sinif isə tavassut. Üçüncü qrup insanlar isə ortada olanlardır. Hum əhl-i sünnə vəl cəmaə. Yəni onlar əhl-i sünnə vəl cəmaətdir. Nə şəfaəti mütləq olaraq inkar edirlər, nə də mütləq olaraq isbat edirlər. İsbat edirlər dəlillər işığında, Quran və sünnə işığında. İsbat edirlər Quran və sünnə işığında. Yəni deyirlər şəfaət var, amma Allahdan istənilir, Allah icazə verməlidir və sözündən və əməlindən razı olmalıdır şəfaət ediləyənin. Həmin şəfaət olunanın. Allah icazə verməlidir şəfaətə və sözündən və əməlindən razı olmalıdır. Həm şəfaət edənlə də şəfaət olunanın. Fəzi şəfaət yüksütü əhl-i sünnə ənvaihə. Bu da əhl-i sünnənin ispat elədiyi şəfaətdir. Və buna da həmçin daxildir əhl-ül kəbəir, yəni böyük günah sahibləri. Əmmə şəfaətül mənfiyyə ində əhl-i sünnə fəhiyə əlləti nəfəhə şərh. Amma əhl-i sünnəyə görə inkar olunan şəfaət elə şəriyyətin inkar elədiyi şəfaətdir. O da müstəqil olaraq Allahdan qeyrisinə istəməkdir. Adını müstəqil olaraqdan qeyrisinə istəməkdir. Və bu yerdə şərh eləyən Şeyximiz Xalid Raddadi, böyük alim İbn Teymiyənin sözünü getirir. Buyurur ki, İbn Teymiyyə, Allah'ına rəhmət edin. Və izə kən Allahu la yeşfə əhədun ində illə biiznihi və la yeşfə illə limən vərtada və mə bəqiyə şəfaətü şürakə kə şəfaətü məxluq indəl məxluq. Yəni, əgər Allah, yəni şəfaət Allah subhanətlərin izni ilə və Allahın razı qaldığı kimsələrdən olacaqsa, onda müşriklərin Allahdan qeyrisinə şəfaət istəməyin heç bir yeri yoxdur. Çünki özləri müşriklər, zaten müşriyə şəfaət olunmur. Həmçinin istədiyi insanlardan da şəfaət istəyilməzlər. Çünki şəfaət müstəqil olaraq kimdənsə istənilməz. Allahdan istənilər yalnız. Yalnız Allah subhanətlərdən istənilər. Yəni Allah subhanətlər şəfaəti qəbul edir və razı olur. Şəfaət edəndən də və ediləndən də. Şəfaət edəndən də, ediləndən də razı olur. Çünki məxluqun şəfaətində bu şərtlər lazım deyil. Məsələn, burada Şeyxülislam misal çəkir. Sən bir insana aracı olmaq istəyirsən. Deyək ki, bir insanın işə qəbul olma səbəb olmaq istəyirsən. Sən gedirsən, deyirsən ki, filan kəs işə götürün. Şəfaət edirsən. Onlar səndən razı olmasalar belə, sənin xoşlamasalar belə, olubsa sənin vəzifəni görür və s. işə götürərlər səni. Aydındır. Məxluqun şəfaətində nələr şərt deyil? Birinci, icazə verməsi. İkinci, razı qalması şərt deyil. Amma Allahın şəfaətində müstəqil olaraq məxluqdan istəmək olmaz. Birinci, Allah icazə verməlidir. Sonra isə edinəndən də razı olmalıdır. Və cümlətül qavul innə şəfaətül mənfiyyə hiyə lə tətlub bi qeyrillə
iznillah. Ev tetlubul lil müşrik. İnkar olunan şefaat ise nedir? İnkar olunan şefaat Allah'ın icazesi olmadan müstakil talep olunan şefaattir veya müşrikten istenilen şefaattir. Çünkü müşrik şefaat edebilmez. Ve şefaatul müthbete ispat olunan şefaat ise hiyelleti tekunu ba'de iznillah. Allah subhanahu wa ta'ala izniyle olur. Ve li ehli tevhid ve yalnız tevhid ehline olur. Bundan sonra ise müellif Allah ona rahmet etsin keçir 3. qaydaya. Onu ise gələn dərsimizə götürərik və düzün Allah bilir. Sallallahu aleyhi ve sellem Muhammedin və aleyhi və sahbihi ecmaîn.